dərəcədə doğrudursa, mən özümüzə görə deyirəm ki, bizi uçurma aparır. Mən istəməzdim belə olsun, çox acıyıram bu şeylərə. Ona görə də verilişlərin çoxuna biz gedmirik. Bəs musiqi bazarda sizə narahat edən seksiyalar nədir? Musiqi bazarı yoxdur. Bazar onda olar ki, bəstəkarlarda gəlib mahnı alarlar. Bazar həcmə, İsa Peyğəmbər getmişdi, bir dəfə məbədi dağıtmışdı ki, məbədi nə günə salırlar. Atanın evini nə günə salırlar, Allahın evini nə günə salırlar. Bizim elə musiqimiz Allahın evidir. Üzeyir Hacıbəyli, Beşikdən məzara qədər. Nə bazar var ki, alıcı da olsun. Hansı bazardan danışırsınız? Bazar çoxdan dağıdılır. Ona görə bu dəqiqə indi... Bayağı musiqidir də, nə olacaq? Bayağı deməzdim ona, tərbiyəsiz deyərdim. Bayağı çox onun yanında hörmətli musiqidir. Bayağı musiqi, hərənin öz zövqü var. Çox belə biabırçı, üstünə tərbiyəsizdir. Qara siyahısı xanımın o qara siyahısı və o qara siyahının üzərindən varsa, var ümumiyyətlə? Mən valla o qara siyahını görmürəm, görməməzlikdən gəlmirəm. Onu görsəm də belə, nəyi də bilərəm ki, kiməsə söz deyirsən, çünki bugünkü gündə, əgər dövlət tərəfindən mükafatlandırılan xalq artistlərini yerindən duran təhqir edirsə, bunun bir qarşısı alınmasa, mən orada hansı bir qara siyahıdan danışa bilərəm ki. Ona görə də mənim üçün işıqlı səhifədir, mənim üçün qapı açıqdır. Kim öyrənmək istəyirsə gəlsin. Çünki biz öyrəndiklərimizi, bildiklərimizin borcumuzdur ki, deyək də. Yəni mən bunu deməsəm, Qara Qarayev, biz Bəstəkarlar İttifaqında konferanslar olur. Mühazirələrdə deyirlər ki, Qara Qarayevdir, vaxt gələcək mən olmayacağım. Həmişə bayağı musiqiyə qarşı mübarizə aparın. Məncə Qara Qarayev bu dəhşəti bilsəydi, bunu bayağı adlandırmazdı. Başqa bir termin deyərdi. İndi başqa bir şeydir, bu başqa bir şeydir. Biz necə sənətkarlar pula satılırlar, yalandan tərifləyirlər. Sənətkarları alçaldırlar, onlara pula görə satırlar və satırlar. Cəsarətləri qalmayıb onların, cəsarət deyən biz, cəsarət bizik. Cəsarət də bizdədir, əzm də bizdədir, sənətimizi də qoruyuruq, ailəmizi də saxlayırıq. Həm anayıq, həm evladıq, həm nənəyik, həm də geyinirik. Səhnədə duruşumuz var, səhnədə öz yerimiz var. Heç bir zaman satılmadıq. Bu yaxında möhtərəm prezidentimizin çox gözəl çıxışlarından biri oldu ki, ana dilimiz var, ana dilimizdə danışın. Ana dili nə deməkdir? Laylalarımız deməkdir, muhamlarımız deməkdir. Ona görə dedim, bəlkə də əgər bir xalqa azadlıq verilirsə, musiqidə o demək deyil ki, hərcmərcilik olmalıdır. İnsan özünü qorumağı bacarmalıdır. Biz 4 bacıyıq. Anam bizə həmişə sərbəst elə bir tərbiyə verir ki, mən üzülürsəm, yəni hər bir yerdə milyon bir kişinin içində otura bilərəm. Hər Allah belə günah içində otura bilərəm, amma orada mən özümü qorumalıyam da, öz şəxsiyyətimi, öz tərbiyəmi. Ona görə bizim öz musiqimiz var, öz ladlarımız var, öz klassik simfoniyalarımız var. Cövdət Hacıyevin biz necə simfoniyaları var, Azər Dadaşovun simfoniyaları var, Xəyyam Mirzədadənin, Şərnəqə, yəni ki, bugünkü gündə uşaq mahnıları oxumurlar, ay balam. Bağçalara gedirsən, uşaqlar siqnamoy oxuyurlar, bəzi bağçalarda, siqnamoyda nədir, onlardan oxuyurlar. Mən bir gün bir bağça müəlliməsinə yaxınlaşdım, dedim ki, niyə bizim bağçada Oktay Zülfüqarovun mahnıları, Ağabacı Rızayevin, Qəmbər Hüseynlinin, yəni mənim mahnılarım, Oktay Zülfüqarovun mahnıları niyə səsləmir? Dedi, onların aranjmanı yoxdur. Dedim, bəs əvvəllər bağçalarda musiqi müəlliməsi götürürdülər, musiqi müəlliməsi notla uşaqlara ifa edirdi. Bəs bu musiqi məktəblərini bitirən müəllimələr harada çalışsınlar? Musiqi müəlliməsi yoxdur, o not bilməlidir, o da uşaqlar üçün ifa eləməlidir. Uşaqlar birdən-birə böyüyürlər, belə rock oynayırlar. Başqa, yəni ki, biz necə elektron musiqilər oynayırlar da, yəni onun da öz vaxtı var. Başa düşürsünüz? Necə ki, mənim öz şeirlərimi deyirlər, mən şeir yazıram misal üçün, deyirlər ki, Elza Seycan misal üçün açıq-saçıq yazır. Əgər mən deyirəmsə bu şeiri uşaq misal üçün uşaq kimi qavramalıdır da, böyürsən, böyük kimi qavrayırsan onu, orta yaşda orta yaş kimi qavrayırsan. Amma uşaqlar erkən, necə deyim də, yaşlarından erkən ayılmaqları, bu onların uşaqlarının yəni ki, yaşamaması deməkdir də. Yəni, bağışlayıb biraz istəmərim belə uzun danışım, sizin sağlığınızdan verir. Elza xanım, özünüz dediniz ki, bugün sənətkarlara söz atanlar var, sənətkarlara söz deyənlər var. Onlardan biri də bu yaxınlarda Kərim Abbasov oldu. Mən o barədə istəmirəm deyəm. Misal üçün, Arif Babayev dünyasını dəyişir, Arif Babayev kimi xanəndəmiz dünyasını dəyişir. Arif Babayev
ilk konservatoriyada ilk muğam sinfinin müəllimi oldu və ilk professor oldu. Yəni ki, o tərxanəndə əgər dünyadan köçdüsə, əgər onun, yəni ki, ardınca kimsə cürət elədi, nəsə danışdısa və o insan cəzalandırılmalıdırsa, məsəl üçün, yəni mən artıq buna şübhə etmirəm ki, bütün xalq artistlərinin ardınca hər kəs danışacaq. Mən buna şübhəm yoxdur. Çox təşəkkür edirəm. Var olun.